Orhan, böyle ben burada otururum makinenin yanında. Hani ben makinelerim düştü, bunlar bana hayat verir. 40 illik bunlarla dostluq eləyirəm. Bu həmin şeirim qəzəlim düşsün. 10 kitablık şeirim qəzəlim var burada. Düşəcək. Buyur. Şimdi düşəcək olar yollara. Bak, divar könə, dən sağla bir dəqiqə. Yaxşıdır qoy. Yok. Yaxşı deyil, yok. Qoy bura bir şey vuraq. Almaz. Yaxşı da, Bəşir də. Almaz olsa kilim almışdım ad günündə. Onu götür gel buraya sanlı. Bunu bırak koy yaraşır olsun. Hara vuracaqsan onu? İlkin zaten çəkki kəlbətini mən verir orada. Hardadır? Burada da başının üstünde de orada. Bunlardır. Bəli. Hadi gel. Al. Nesi lazım deyirdi ya onu vurmaq oraya. Yox, lazımdır. Bəs da birində bərdən var. Dalı ilə buradan. Yox, dal düşmür. Bu başqa məsələ var, beləncik olmalıdır, belə yaxşıdır. Qəşəng yaraşıqlı beləncik. Beləncik. Başlayaq indi. Kənddə heç mən ağıllı deyən olmuyor. Deylə mənim adım kənddə Dəli Bəşiri, kənd yadından sonra yoldaşıma deyiblər ki, ağa sən kimə gəlibsən? Dəli deyil o. Sən acın, sən nə gün tatır? Nə gün tatırsan? Göz yanına gəlmez. Gel. Çupun rusları Orhan, nə savadlıdırlar. Hələ mən uşaq idimdə mənə deyirlər ki, şair, poeta paxoş. Sən şair oxşuyursan. Baxışımın zadından mənə deyirlər, bax, şair oxşuyursan. Oxumalı kitab var, kitab. Ailədə 4 uşaq idik. Atam müharibə getdiyindən bizim çörək qazanmamız olmadı. Acından cəmaət qırılırdı. Adam var, pişiyin başını kəsib yeyirdi acından. Anam mənə dedi ki, get dilən gətir, bacı qardaşı saxla. Dedim, ana, mənə dilənmək yox, ana, mənə qəhrəmanlıq öyrət. Bu sözü deyib evi tərk etmişəm. Anam məni sevməyib. Amma mən anam həmişə sevmişəm. Hətta ona mahnı da bəstələmişəm. Özlərimin durursam, sən işindən durursam, qəlbimin bürürsam, baharım sana yanır, başım vay, məcbur qaldım qonumun qonşusunun quzununu otaram bir tikə çörəyə. Yatmağa yerim yox idi. Mən məcbur qalıb getdim voyankomata ki, məni əsgər göndər. Mənə dedi ki, sən yaşın çatmır, yaşın balacadır, özün uşaqsan. Dedim, yaşamaq yerim yoxda, qoy gelmə əsgərliyə. Əsgərlikdə Rumuniya düşdüm. 3 il, 8 ay Rumuniyada qulluq elədim. İlk şeirimi 54-cü ildə Rumuniyanın Braylo şəhərinə yazmışam. Oxuma kitab, buyur. Kim ne verse o da var, kim ne verse o da var. Bir sözüme hoşun gelmirse, ispat buyur, 10 kitap verir. Kim ne verse. Mən yoldaşımı qaçırmışam, mən apardılar bölməyə. Bölmədə polis başımdan elə vurdu ki, gözləri bocuğuna zəif görməyə başladı. Göz yanına gelmez. Gel. Ben kitabı sana kadar. Ben 10 kitap verdim, gel buradan. Sofyadan geliyorum, havalı çıkarırsan. Gel kitabı çıkarırsan. Ona bak, ha. Böyle Allah'a tutamazsan da ben götürürüm. Hak vermendense, hakkı verin. 42 ildir evlənmişəm yoldaşımla. İnanırsınız ki, mənə gedirəm redaksiyalara. Çayla konfet verirlər. Konfeti qoyuram cəmməsi. Deyirlər, neysə konfet çələ qoyub. Deyirəm, bir xuliqan var, məhəbbət xuliqan. O aparacaq. 42 il girməyimə çıxmır evimdən. O məndən çox sevir. Mən özümü o görə saxlamışam ki, əgər mən bu dəqiqə ölsəm, o mənim üstümdə öləsidir.
Mən onun ölməməyinə görə özüm yaşatmışam ki, aman gündə Almaz ölər. Bakı işin zamanına girdim, fəhlə kimi. Mən ötə yaxınlardan elə yer verdilər ki, nə tualeti var, nə lüz yumağı. Bir otaqda girirsən, çıxıram, qutar getdi. Götürdüm, mən də ərizə yazdım ki, Ali Sovetə ki, mənim tualetim də, yeməyim, içməyim bir otağın içindən, mən işin zamanında işləyirəm, mən bir otaq düşmür. Ali Sovetində gəldim ki, ərizəmin dalıcıda ərizə vermişəm axı. Dedim, görüm ərizəm nə oldu? Orada oturan, Qabulda oturan. Dedi, Bəşir Kəsərli sənsən? Dedim, bəli. Dedi, sənin dünya şeirin var. Belə, ha. Ged o dünya şeiri gətir mənə, mən sənə ev verirəm. Bir gözüm ağladı, bir gözüm güldü, əlimlə zülmətin bağrı söküldü, tifaqı dağıldı, qəddi büküldü, mərdlərin namərdə satandı dünya. Bu evi mənə ancaq yaradığıma görə veriblər. Rəhmətli Leylin demişdi ki, oxumaq, yenə də oxumaq. Mən Şin zavodda işləyə-işləyə sənədlərimi hazırlayıb universitetin jurnalist fakültəsinə verdim. Universitetin rektoru məndən xəbər aldı ki, neçə yaşın var? Dedim, 52. Dedi, bəs niyə belə? Qalxdım, dedim ki, dünya, zülmətin dibindən çıxıb gəlmişəm, dərdimi söylədim, utandı dünya. Məzlumun, kasıbın başından basar, alçağın əlindən tutar dünya. Onda gördüm ki, əlim elə tutdu, ucaboy kişi idi. Hada qabl elin. Universitetdən çıxanda nətə atlanmışamsa 10 metrəni, həmin o yerə baxıram, heyran qalıram. Buranı mən atlanmışam. 3 gün sonra gəldim ki, baxdım eylana, gördüm birinci orada mənim adımdır. Əzrə Bəşir Həşimoğlu. Kitap var, kitap. Kitabımız patron, ay kitap alın. Kitap bura. Ay kitap alın. Allah akşam. Güzel kitap var, kitap. Kim ne versin? Tamam. Cəmaət gedir plaja, mən vaxtımı itirməyim, burada plaj düzəltmişəm özümə, çıxıb plajda dincəldirim. Qəzza bölgəsində vəziyyət gərgin olaraq qalır. Bu arada verilən məlumatlara görə İsrailin Qəzza bölgəsində 3 həftədə apardığı əməliyyatlar Həmas hərəkatı ilə razılıq əldə edilmədən dayandıra bilər. Bugün İsrail hökuməti bununla bağlı məsələni müzakirə etməyə hazırlaşır. Ölkə rəsmiləri hesab edirlər ki, gözlənilən nəticə əldə olunub və artıq Həmas atəşi davam etdirəcəyi halda. Vəslin həvəsi səbrimi son ana yetirdi. Hicran qəminin xəncərini qana yetirdi. Karvan sərədur, qəmli könül eşqi yolunda. Bu qəm yatağı karvana yetirdi. Azərbaycan Dövlət Universiteti qurtarandan sonra konservatoriya sənədlərimi hazırladım, verdim. Konservatoriyanın özü də götürmədilər, xalq konservatoriyasına götürdülər məni. Köklənməyib də. Qarımın deyəndə, gəlin qız gətirsin mənə, Orxan. Dahilin o cürə qüdrətli dövlət yaratmışdı. Onu dağıtdılar. Sovet hökuməti dağılandan sonra konservatorda bağlandı. Bunları hamısını qoydum kənara. Öncə dedim ki, yazacağımsa yazımla məşğul oldum da. Çox qəzetlərə müraciət elədim. Məni götürmədilər işə. Getdim 37 nömrəli JK. Sağ olsun məni işə götürdü. Gedib süpürgəmi süpürürdüm, sahəmi süpürürdüm. Mən çörək qazanmağı ircəmərəm. Daş daşıyaram, pol yuvaram. Nə desəz eləyərəm, təbliğ çörəyim çıxsın. Bakı qəzetində elan verilmişdi ki, film çəkili Tehran 43. Kimin bazarı varsa gəlsin. Rejissor Alov idi. Çolaq kişi idi, əlində çəliyi var idi. Çox ağıllı, kamil bir insan idi. 2 rolda çəkildim. Biri kəndli rolunda, evimin əşyasını satıram.
Ağlovun məndən xoşu gəldi. Gördü ki, diribaşam. Aktörüm biri xəstələnmişdim, nəsə gəlməmişdi. Terror rolunda məni verdi rəli. Ən qəşəng rollardan biri terror rolu. Şirkdən çıxandan sonra hara müraciət etdimsə, mənə bir iş vermədilər. Məcburiyyət qarşısında qalıb, bazarda simişka satmaq oldum. Mənim bir yoldaşım mənə gördü ki, sən bununla ailə dolandıra bilməzsən. Gəl sənə bir araba verim, işte ailə dolandır. İlk kitabımı bırakmaq üçün pulum olmadığından zavodun ətrafına tullanan butulkaları yığıb, aparıb zavoda mağazaya verdim ki, pul yığırdım kitabımı çıxartmağa. Sonra yoldaşım bunu eşitdi. Yoldaşım dedi ki, boynumun mirvarısı verim, mirvarı varımdır. Apar saat ver kitabımı çıxartdıracağım. Sonra başını yaylığı zadım, müəyyən şeyler var idi. Hamısını sattım, verdim, ilk kitabımı çıxartdırdım. Sonra onun dalınca ayrı kitabımı çıxartdım, gəzməni. Onun dalınca qaynanamın evi var idi. Evin yoldaşıma vermişdi. Onu da satdıq. Sonra gördüm olmadı. Məcbur qalıb kitablarımı satıb, təzə kitablarımı çıxardıram. 10-cu kitabımı da hazır nəşrdən çıxıb. Ancaq bu yaxından yeyib gətirməliyəm. Bəli. Salam aleyküm, mərhəmət müəllim. Ay salam möhkəm, ay salam möhkəm. Haralardasınız, nə edirsiniz? Hələ gerək də sizin səsinizi gözləyirəm də, mərhəmət müəllim. Sizin işlər gedir də pol sürətlə gedir. Tam şəkildə qısarıb. Aha. İndi bugün yəqin ki plonkaya veriləcək. Azaralmayın, mərhəmət müəllim. Məsələn, eləməsən. Borcumuzdur buna söhbətdə. Qurban olma sənin. Sən elə deməyin şimdi. Yox, mən demirəm, mən mərhəmət müəllim. Mənim ürəyim deyir. Çox sağ olun. Çox sağ olun. Uşaqlar üçün səhnədə yaratmışam. Uşaqlar üçün səhnədə yaratmışam. Müəllif mən özüm. 10 kitab müəllifəm. 10 kitab müəllifəm. Kitablarımı satıram. Hazırda Bakıda Məmşuron yarımadasında hava dəyişkən. Bəşir dayı. Hidrometeoroloji departamentindən verilən. Ha Bəşir dayı. 11-13 dərəcə isti var. Naxçıvan Muxtar. Bəşir dayı. Oy, oy. Salam Bəşir dayı, necəsən? Oo, sağ ol, selamat olun. Ne edirsən Bəşir dayı? Sağ olun, xoş gəlibsiz, xoş gəlibsiz. Deyirəm, nə edirsən?
Damı kırıyız. Ne varsa burada? Ha Bəşir dayı, Tehran 43 filmini gətirmişik. Neyi? Tehran 43, Tehran 43. Ondan çekildiğim. Hə, Bəşir dayı. Göçək bacı. Ha göçək bacı. Video var sizdə. Var. Videonuzu verin mən zəhmət də olar. Bir də gətirəcək, biraz sonra gətiririm. Moskviç gəlməndə yuxarıdan da. Moskviç gələndə divardan part hamısı partlayırdı. Bizə lenti çəkmişlər Bax belənci. burada. Mən bu tərəfdə dibdən, bu tərəfdə oturmuşam. Şuran bir divara söykənmişəm belənci. O kulqanın içən oğurlu, bazar oğurlarda vurdurublar hamısı. Vururdular bura ki, mən qayıdıb belə baxırım. Bax hələ. Mən görmürəm də, görsəm deyirəm, kişinin qızı. Maşın idi, desə Moskviç. Ha, Moskviç gəldi, həmin Moskviç. Desə həmin Moskviç idi. Yox, burada deyil. Desə dağıldı, alma dağıldı. Bax, burada oturmuşlar, burada oturanlar, bax burada. Bax burada bu tərəfdə. Baba görsən tabanca var ha. Tabanca zat deyil, heç zat deyil. O divardan şeylər partlayır. Bax bu tərəfdə oturmuşlar, bu oturanlar var ha. Oturanlar sırasındayım mən də. Yıxılarsınız siz. Mən yıxılmamışam, mən oturmuşdum. Bəlkə də ola bilər yıxılmışam. Çünki belə şey də oldu, yıxıldım da deyəsən, səviləmirəmsə. Bax. Bu da. Bu yalıq dolarındır. Bu jilet özümündür. Bax, belmə dolar bağlayıb, bu daha. Rejissor alıb bağlayıb. De Moskviç bax, keçdi. Ha, bax, bu Moskviç. O bu yüzündən. Baba bu maşındır. Bax, maşın bu maşındır. Maşın, bax da. Mən bu tərəfdəyim. O mən bu... Siz maşına. Ay? Siz maşında. Maşında oturmuş. Yo, maşın gəlir. Maşını gülləliyirlər yalandan. Bax da mən o tərəf, maşın keçdirəm, qabamdan keçdi mən. Siz yox idiniz axı. Mən maşına yox, mən oturmuşdum bu tərəfdə. Sarı pencəkdəyim, terror rolunda sarı pencəkdəyim bir qızla, sarışın qızla. Mənim qızım Kəmali oxşuyur özdə. Şləpa var, basmışım gözümüzdən, üzüm görüşmür. Ancaq balaca, buram çənəm görüşür. Mən o şləpam harada dalım. Bax bura. Mən görmürəm, yalnız. Bu şləpası yuxarıdadır. Mənim şləpam aşağı idi. Qız sol tərəfimdədir. Şləpam aşağıda gözüm görünmür. Deyəsən, bəlkə də oyam, nə bilim. Ola bilər aşağıda göstərərlər. Bəlkə də oyam elə. Ha? Yox, bu deyil, yox. Üzü görsədir be, daha doğrusu deyib bax mən oyam. Orada bir ördü, zad açıldı. Tabanca açıldı. Güya mən başıma dəydi. Mənə yıxıldım. Azı bir 10 dəfə trenirovka eləmişəm, 10 dəfə. Qaytardım təzədən, qayıt təzədən. Da yorulmuşduqdan sonra, Ay, Moskviç gələcək, Moskviç gələcək indi. Səhərdən bura 5 dəfə demisən ki, Moskviç gələcək. Deyim də gəl ikinci sərədə varam da, araysan, olmaz. Qutardı. Allah'ın olsun, mən ölüm deyirəm ha. Yoxsuz da Bəşir də. Yoxdur nətər. Aktyor uşaqlarla bir də çəkilmişəm hamız. Tanıyarlar məni. Çıxardıb sizi. Onun yağını alıb çıxardıb da. Alıb çıxardım mən oradan. Mən çəkilmişəm 10 dəfə snova. 2 rolda çəkilmişəm. 2 rolda. Hanı? Alçağın dalğısıymış. İnanırsan. Aşağıdan yanı sökülür ki. Tipin biri de sifətdən zəhərmər yağır köpək oğlunun. Çəliyin qənimin olsun sənin. Çəliyin sən gözəl girsin köpək oğlu uğraş. Alçaq köpək oğlu. Mən kəsib tullayıb orada görək. Alov deyirəm, Alov da. Alov. Mən inanmıram ki, mənə Alov kəsə. Alovun mənə böyük hörməti var idi. Yəqin onun yanında olan əcdaf Nına başlayan Naumov. Məni yəqin Alov verəndən sonra o kəsib. Dəyyüsün dalğısı idi o Naumov. Zəhmət çəkir ondan gəlcinən, çəkilcinən. Filmdə çəkilcinən sən kəsdin köpək oğlu Naumov. Ağac yakın, burada tükan var, Xətay küçəsinin yanında. Görürüm ağac yanır. Kişi, 200 metre mənimlə Səud arası var.
Gülürlər mən, qoy gülsün. Qoy gülsün. Ağac yanır, bir həmzə onun dibinə sökən yoxdur orada. O mağaza götürür oradan, alver eləyir, qazanır. 1 metre, Allah'ım dost, 5 metre, 1 metre yoktu onlar, 2 metre yoktu onlar. O ağaca bir metre su sökmür. Yani burada komşular. Burada mən deyir ki, köpək özün qoyub dəliliyə, axmaq köpək ol, məndən sara. Mən bir şey eləmirəm, heç bir şey eləmirəm, heç bir şey. Onların fikri var ki, mənim burada köçürdələr, evi satam, gedəm. Mən daima Allahla oturub duram, Allah'a şükür eləyirəm, Allah mənim çörəyimi yetir. Ne alacaksın o kişiler? Ne versen o da var. Ne versen ona o da var. Buyurun kızım. Ne versen o da var. Sağ ol. Sen kitabına ben de Sağ ol. bir çömeği dedim. Verim kitap verim. Sen verim. Götür. Götür. Ne ben var mı götür. Götür. Salamat. Hava yok gelmiyor he. Onu beşini gel. Ben geldim bir redaksiyaya ki ilk şeirimi, dünya şeirimi dərc elətdirim. Mənə dedilər ki, qoyun gətirdilər. Qoyunu gətirdim, verdim. Şeirim dərc olunmadı. Aradan xeylə keçəndən sonra geldim bir redaksiyaya ki, niye şeirim dərc olunmadı? Dedilər, qoyun öldü. Qoyun öldü deyəndən sonra təzətlər gətiriciləm. Götdüm Leylinə məktub yazdım ki, yoldaş Leylin, xahiş edirəm, qurban olum. Mənə 5-6 tane qoyun göndər. Mən şeirlərimi dərc elətdirim. Məni basdılar dəlixanaya. Elə dəlixanadan çıxandan sonra adım qaldı Dəli Bəşir. Leylinin adına düşdüm, də zibilinə düşdüm. 4 kızım, 2 oğlum var. Ben razıyam, balalarımdan razıyam, hamısından razıyam. Ben özümden narazıyam. Özümden narazıyam. Balalarım hamısı ağıllıdır, məndə ağıl yoxdur. Məndə yan yaraşıq var, amma ağıl yoxdur.